Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bu gün hazırladığım belə bir sadə və çox da gözəl tortu sizlərlə də bölüşürəm. İnşallah bu tortumdan da yararlanarsınız və siz də hazırlayarsınız. Tortu axşamdan yığmışam xanımlar. Tort özünü səhərə qədər tutub. Tortun tərkibi plan 1-dir xanımlar. Videonun alt bölümündən hazırlanma qaydasını link şəklində paylaşacağım və üzərini qaymaqlı kremlə örtdüm. Tortun diametri 22 cm-dir. Çəkisi 2 kilo 400-dür. Xanımlar, hündürlüyü 11 cm-dir. Yəni mən bu ölçüləri deyirəm. Siz də öz ölçülərinizi ayarlayın. Hökman deyil ki, bu ölçüdə hazırlayasınız. Biskvitin hazırlama qaydası, qanaşın hazırlama qaydasını link şəklində videonun alt bölümündən paylaşacağım. İnşallah girib oradan hazırlanma qaydasına baxarsınız. Tortun üzərini kremlədim. Qoydum soyuducuya. İndi isə üzərinin dekorunu hazırlayıram. Dekorumu çox asan dekordur xanımlar. Belə bir ramaşka formasından istifadə etdim. Bunun böyük ölçüləri də olur. İstəsəniz ondan da götürə bilərsiniz. Və bol-bol belə ramaşkalar kəsib çıxardıram. Sonra isə ramaşkaların orta hissəsinə sarı rəngdə şəkər xəmirini yumurlayıb qoyuram. Hardasa bu tortun dekoru 20-25 dəqiqə vaxt apardı xanımlar. Hər bir ramaşkanı hazırladıktan sonra bax bu qayda ilə tortun kənarlarına, üzərinə düzürük. Çox necmi və səliqəli görsənir xanımlar. İnşallah siz də hazırlayıb yararlanarsınız. Bu videonun daxil hissəsinə gəlib çıxırıq xanımlar. Videomu bəyəndinizsə bəyən düyməsinə basmağı unutmayın. Fikirlərinizi bölüşərək kanalıma dəstək olun. İnşallah Allahın izni ilə mən də gözəl videolar çəkib sizlərlə paylaşım. Hələlik bu qədər.